Oy 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 oy. Kubinka ərazisi. Görün nə boyda qazıblar burada. Fuad İbrahim 27. Səsə durduq. Bulay uçuldu. Uçula da gedir. Çox dərin qazıblar. Həddindən artıq. Traktorda qaldı. Görürsünüz, suvaylar aşıb. Bunlar qoyduğu suvaylardır. Bu Erer Construction Imperial Residence'ın elədiyi işdir. Suvaylar uçub gəlib, uçub traktorun üstünə gəlib. Orada insanın evi qalıb. Bu məhkəmədən iddiasını götürüblər. Amma adamın evi uçacaq, töküləcək aşağı. Baxın. Yəni ki, biz bu təhlükələri deyir deyə bunu göz altına alırdıq. Gəldi öz başlarında çatladı. Mən səsə durdum. Uzanmışdım, ev sirkələndi. Bu buradadır, bizim evimiz o tərəfdə. Görün indi nə olub. Mən də ondan qorxuram. Bizim evin də suvayları belə gecəyə. Bax, qoyulan suvaylar budur. Baxın. Yo, gedir hələ, o gedəcək, gedir. Mən demişdim, Ceyxunun evi gedəcək. Ceyxun evdədirsə, çıxsın evdən. Təcili uşaqları çıxartsın evdən. Ağası da yardadır. Bunların boynu yerə soxum, gördüyü işləri yerə soxum. Budur, budur bu. O, traktor, gör nə oldu. Ay Allah, dəhşət. Allahın naqazanisidir. Bir dənə orada insan, o gəlir. Ona deyilmişdi, bu savadsız da deyilmişdi ki, buranın torpağının altı boşdur, eləmə. Eləyirsənsə hamını çıxart elə, bu boyda dərinlikdə qazmaq olmaz buranı. Su çıxır buradan, suyu nə qədər çıxardıblar, hələ də suyun qabağını ala bilmirlər. Rafael də oradadır, dayanıb, baxır. Görürəm hələ buradan. Bu da Rafael. Buradan qorxsam, mən keçə bilmərəm. Görün cəmaati necə təhlükəyə atırlar. O adam oradan çıxmalıdır. Ceyxun geri çıxmalıdırlar. Çox təhlükəlidir. O ev uçacaq. Bu da bu. Traktor. Bursa bunun evi təhlükəlidir.